Hər vaxtınız xeyir olsun əziz şagirdlər. 16-11-ci ay 2025-ci il Masallat Diyet Mərkəzinin keçirdiyi mövzu sınavı 2-ci izahına baxacaq. Riyaziyyat və ünlü üzrə 8-ci siniflər üçün. Başlayaq elə sualımızın izahına. Birinci sualda nə deyir? 20-dən böyük olmayan iki rəqəmli ədədlər içərisində 20 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? 20 ilə qarşılıqlı sadə natural ədədlər hansılar olacaq və 20-dən kiçik? 19-un özü olmuş olacaq. Sonra 17 olar. 16 yox. 15 yox, 14 yox, 13 olmuş olur və bir də 11. Neçədən olmuş olacaq? İki rəqəmli dediyinə görə axırıncı ədədimiz 11 olacaq. Çünki 10 da 12-dir, 14-dür, 15, 16, 18. Bunlar nədir? Qarşılıq sadə deyil. Neçədən oldu? 4 dənə. Neçə natural ədəd var? 4 dənə. B variantı. Aha, ədədlərində neçəsi sadədir? Neçəsi sadədir? 13-dür, sadə, 37-dir, sadə, 71-dir, sadə, 101-dir, sadə, 51 sadədir uşaqlar. 51 17-yə bölünür 3 dəfə. Demək neçədən oldu? 1, 2, 3, 4. Burada da oldu 4 dənə. Demək 10 mürəkkəbdir, 25 mürəkkəbdir, 51 mürəkkəbdir. 33-cü sualda nə deyir bizə? Əkobun əboba nisbəti ortaq olmayan vurğuların hasilidir, C-yə bərabərdir. Və yaxud da ki, necə tapar uşaqlar? Əkobda, əbobda belə bir xassə vardır ki, ortaq həddi əbobun, əkobun qarşısına çıxara bilərik. Biz 90 ilə 50-də ortaq həddimiz neçədir? Ədəd 30-dur mu? Çıxartı sonda nə qaldı bizə? Əkob. 90-da 30-u çıxartdım, 3 qaldı. 150-dən 30-u çıxartdım, 5 qalmış oldu. Eyni qaydada məxrəcdə 30-u çıxardıram. Sonda nə olur bizdə? Əbob. 3 və 5. Görürəm ki, 3 ilə 5 də ardıcıl tək ədədlərdirsə, ardıcıl tək ədədlərin əbobu 1-ə bərabərdir. Əkobu isə nəyə bərabərdir? Onların hasilinə. Onda 3 vurulsun 5. Uşaqlar 30 ilə 37 ixtisar aparsa bizdə məxrəcdə 1. Onda nə olur elə? 15 olmuş olurmu? C variantı. C şüası PQR düz bucağından onun 10/3 hissəsini təşkil edən PKS bucağı ayırır. Gəlin bir dənə düz bucağımızı çəkək. P, Q və R. Bu düz bucaqdır. Nə deyir bizdən? Deyir ki, QS düz bucağından onun 10/3 hissəsini təşkil edən PQS bucağını ayırır. Yəni, bu hissədən ayırır. 90-ın 10/3 hissəsini tapsan, 90-ı vuraram 10/3-ə. İxtisarlarımızı aparsam necə qalar? 27. Onda bu bucağımız neçədir bizim? 27-dirsə, məndə yerdə qalan bucaq neçə dərəcə olacaq? 63 dərəcə olurmu? Məndən nəyi soruşurdu? SQR bucağın. SQR bucağı. R bucağı neçə dərəcədir? 63 dərəcə. Düz xətt üzərində Y, F, M, N nöqtələri qeyd olunmuşdur. Hər hansı bir dənə düz xəttimizi çəkirik. Y, F, M və N nöqtələri ardıcıl qeyd olunmuşdur. Y, M, F, N-ə bərabərdir. Y, M haradır baba? Buradan bura məsafə. Nəyə bərabərdir? F, N-ə. Bu məsafəyə bərabərdir və uzunluğunu da neçə verir bizə? 20. Bu belə. Və Y-nin məsafəsində bizə bütövlükdə neçə verib? 27. Y-nin məsafəsi haradır? Baba, bütövlük bir hissə. Onda biz gəlin bu hissələri adlandıraq. Bura A deyək, bura B deyək, bura hər hansı bir C ədədi deyək. Onda nə olacaq bizdə? Baxın, 20 olan hissə nəyə bərabərdir? A plus B 20-yə bərabərdirmi? Eyni qaydada da B ilə C-nin cəmi də 20 olur mu bizdə? Yəni B ilə C nədir bizdə? Fn məsafəsi. Və YM məsafəsi də A plus B plus C nəyə bərabərdir bütövlükdə? 27-yə bərabərdirmi? Baxıram ki, bizdə burada AB cəmi 20-dirmi? Gətirib burada yerinə yazsam, 20 plus C bərabərdir nəyə? 27-yə. Buradan C-ni tapırıq neçə? 7. C hansı məsafədir? Baba, bu məsafə. Bütövlükdə Fn 20-dirsə, buradan bura 7-dirsə, onda bizsün. Bu hissəyə B-yə nə qalır bizdə? Fn məsafəsinə. 13 qalırmı? Yəni bütövlükdə 20 idi. Ondan 7 çıxsam 13 qalmış olacaq. Onda Fn məsafəsi neçədir bizdə? Elə B-yə bərabərdir. O da neçə olur bizdə? 13. Doğru cavabımız Y variantı. 36-cı sualda ABC-də verilənlərə əsasən alfa bucağını tapın. Alfa bucağı demək uşaqlar. Baxıram ki, 140-ın qonşusu neçə dərəcədir? 40 dərəcə. 3 bucağın da daxil bucaqlarının cəmi 180-in tamamlanması üçün alfa neçə dərəcə olmalıdır? 60 dərəcə. Sonra kəsirlərdən hansının sürətini 6, məxrəcinə isə 15 əlavə etdikdə onun qiyməti dəyişməz. Hər hansı bir dənə kəsirdir. A bölünsün B. Bizə nə deyir ki, kəsirlərindən hansının sürətinə
6, yəni 6 əlavə eləsəm, məxrəcinə isə 15 əlavə eləsəm, ilkin kəsirimiz nə idi? A bölünsün B deyildimi? Yəni kəsirin qiyməti dəyişməz. Yenə də A bölünsün B qalır. Kəsirin qiyməti dəyişməz o deməkdir. Yəni ixtisar aparacaq da. Aha, nə edirik? Bu ifadələr çarpaz vursun. Onda nə olacaq? AB plus 6 dənə B bərabərdir AB plus 15 dənə A-ya. Buradan AB-lər islah getsə, onda nə qalacaq? 6 dənə B bərabərdir 15 dənə A-ya. Bunları da ixtisar aparsam, nə qalır? 3 aparsam 2 dənə B bərabərdir 5 dənə A-ya. Kəsirimiz bu deyilmi? Yəni çarpaz vuranda 5A versin və 2B versin. Onda məcburən yuxarıya 2, məxrəcə 5 yazsam, çarpaz vuranda nə verir? 5A bərabərdir 2B. 5 də 2 imiş kəsirimiz B variantı. Məxrəci 42 olan ardıcılın yerləşən adi kəsirlərin sürətlərinin cəmini tapın. Demək, 6-da 1 ilə 2-də 1 kəsir arasında yerləşən və həmin o kəsirlərin sürətlərinin cəmini tapacaq. Onda biz nə edirik? Orta məxrəcə gətirərik və 42, məxrəci 42-yə. Onda neçə olur? Bu 42-də 7, digəri neçə olacaq? 42-də 21-ə vuracam da. 42-də 21 olurmu? Mənim kəsirim. Yəni 2-ni gətirəcəm də məxrəci 42 olan kəsirə 2-yə 20-yə vurdum, bəli. Və məxrəci 42 olan arada yerləşən kəsirlərin sürətlərinin cəmi. Sürətlərin cəmi neçədən başlayır şagirdlər? Baxıram ki, 8-dən başlayacaq. Bir də axırıncı kəsirim 20 olmuş olacaq. Yəni bunları biz toplayacaq. 8-dən 20-yəcən olan ədədləri necə tapacaq? Biz əvvəla sayaq görə bunların arasında neçədən ədəd yerləşir? 20-dən 8-i çıxıram, üzərinə 1-i gəlmiş olacaq. 13 dənə ədəd yerləşir və bunların cəmində biz necə tapırdıq? Birinci, üzərinə gəl sonuncu, böl 2-yə, vururduq neçəyə? Sayına. 28 olur da 8 ilə 20 canım 28, 2-yə bölsəm neçə qalır? 14. 14-ü də 3-ə vursam nə alacam cavabı? Demək 182 alırıq mı? Bəli, 182. Doğru cavabımız nə olacaq? C variantı. Aha, velosipedçi deyir ki 15-18 kilometr məsafəni 3 saata gedir. O həmin sürətlə 1 dəqiqə neçə metr yol gedir? Baxın şagirdlər, deyir ki 18 kilometriyə nə qədər yol gedir? Daha doğrusu 18 kilometr yəni 3 saata gedir. Gəlin əvvəla bunların yeni çevirmələrimizi aparaq. 1 kilometr 1000 metr deyilmi? Onda 18 kilometr 18.000 metr olacaqmı? Və 3 saatımızda 1 saat 60 dəqiqə olduğundan 3 saatımızda neçə olur? 180 dəqiqə. Bunları ixtisar aparsaq 180-dən neçə qalacaq? Burada 100 metr qalmış olur və 1 dəqiqə. Elə bizdən də soruşurdu ki, 1 dəqiqə neçə metr yol getmiş olur? 1 dəqiqə 100 metr getmiş olacaq B variantı. 40-cı suala baxacaq. 40-da nə deyir bizə? 45 tam %75%-ni onluq kəsik şəklində göstərin. Onluq kəsik şəklində göstərmək, yəni faizi ədədə çevirəcək. Faizi ədədə çevirmək üçün nə edirdik? 100-ə bölmürdükmü? Onda nə edəcək? 45 tam %75-i böləcəm 100-ə. Nə olacaq? Vergül 2 vahid sürüşür sola. 75-ə. Yox, bu variant yox. 45-75 C variantı. 41-ci sual. Şifrləmək hissəni ifadə edən hansına uyğundur? Demək, A ilə B-nin birləşməsi fərqi C. Varmı elə bir cavab? A ilə B-nin birləşməsi fərqlidir C-dən. A ilə B birləşmə fərqi C. D variantı. Elə bu hissəni soruşur da bizdən. 42-ci sual. 3 ardıcıl tam ədədin ədədi ortası. 3 ardıcıl tam ədəd deyildiyinə görə n plus 1, n plus 2 götürdük ardıcıl ədədlər kimi. Və deyir ki, ədədi ortası. Ədədi ortada nə idi? Toplayıb sayına bölmürdünmü? Yəni bunları biz nə edəcəyik? Toplayacağıq. Onda n-lər. Neçədən n-imiz var? 3 dənə n plus 3 bölünsün sayı da 3-dür. Və ədədi ortası nəyə bərabərdir? -12-yə. Buradan 3-ü çıxarsam ötərizə xaricına n plus 1 bölünsün 3 bərabər -12-dirsə, bunlar ixtisar getsə, n plus 1 neçə çıxır? -12. Yəni n-i də tapırıq neçə? -13. Biz n-i tapdıq -13. Ardıcıl ədədlərim hansılar idi? n plus 1, n plus 2 deyildimi? Onda -13, -12 və -11. Bizdən nəyi soruşur? Ən böyük ədədi tapın. Ən böyük ədəd hansıdır? -11. Yəni 0-a hansı yaxındır? Daha böyük olmuş olacaq o. 43-də tənasibdir. Nədir bizdə tənasib? X bölünsün dövrdə 5, yəni 9-da 5 kimi yazarıq, bərabərdir. Burada sıfırları elə gəl buradan aparaq. Nə yazaq? 2-də 15 bölünsün nə? 3-də 10. Tənasibin əsas xassəsinə görə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdirmi? Yəni x-i vuraram nəyə? 3-də 10-a bərabər eləyərəm. 9-da 5-i də nəyə vurmuş olaram? 2-də 15-ə.
Buradan 9 ilə 15 3-ə getsə ixtisar 3, 5 qalmış olurmu? Yəni 2 3-ün də 6, 5 2-nin 10. Biz buradan 10x-i tapsaq, 6-da 10-u da vurarıq nəyə? 3-ə. 3 ilə də bu gedər ixtisar neçə qalar? 2, yəni 10 dənə x-imiz bərabərdir 2-də. 10 dənə x bərabərdir 2-də 10-a və x-i də tapsam, 2-də 10-u bölmüş olaram nəyə? 10-a. Bölmə vurma ilə əvəz olduqda nə edirdik? Kəsirin sürət və məxrəci yeri dəyişir. Yəni buna məxrəci 1 olan kəsir kimi baxsam olacaq 10-da 1. Bunlar da onlar getdi. İxtisar 2-də 1-ə bərabər olmuş oldu. 2-də 1 də nə deməkdir? 0.5, amma cavabımız yoxdur. Demək, hardasa işarə səhv eləmişik. Dayan bir də silək baxaq təzədən görək hələ. Harada yanlışlığa yol verdik. Bütöv sildim ki mən. Demək, 2-də 15 bölünsün 3-də 10. Aha, tənasübün əsas xassəsini tətbiq elədik. Neynədik? X-i vurdum nəyə? 3-də 10-a. Yəni 3-də 10 x bərabərdir orta ədlərin hasili. 2-də 15 vurulsun 9-da neçə? 5. Bunlar ixtisar getdi məndə. Daha doğrusu o yox. Bu getdi ixtisar 3-ə. Sürətdə qaldı 5 və 5. Məxrəzdə nə qaldı? 3. 3-ü də 2-yə vursam 6. Hə, bayaqları sürəti 10 almışdım. 25 elir. Neçə elir? 6-da 25. Buradan da 10x-i tapanda 6-da 5 vurulsun neçə? 6-da 25 vurulsun 3-ə. 3 ilə ixtisar getsə 2 qalırmı burada? Olur 2-də neçə? 25-ə. Buradan da x-i tapanda 2-də 25-i vurmuş olacam nəyə? 10-da 1-ə. Neçə olur bizdə? Bunlar ixtisar aparsam 5 ilə 2, burada da qalacaq 5. Yəni məxrəc 4, sürət 5. Bu da neçə edir? 1,25. Varmı elə cavab? Var. C variantı. Çörək bişirilərkən xəmir öz çəkisinin 25%-ni itirir. 200 kiloqram xəmirdə neçə kiloqram çörək almaq olar? Nə edirik? 200-ün 25%-ni taparıq. Ədəd faiz göstərmədə də vurub 100-ə bölürdük. 0,5 getsə onda nəyə bərabər oldu? 50-yə. Yəni 50 kiloqramın itirəcək. Onda 50 kiloqram itirirsə yerdə neçəsi qalır? 150-si qalırmı? D variantı. 45. Bu neçənci sualdır baxdığımız? 44. Gəldik 45-ci sual. 45-dən deyir, ABC düz bucaqlı üç bucağında x-i tapın. Pifaqor teoremini tətbiq eləsəm, nə olar? 13-ün kvadratı bərabərdir x-in kvadratı plus 5-in kvadratı, yəni 169 bərabər x kvadrat plus 25. X kvadratını tapsam, 169-dan 25-i çıxsam neçə eləyir? 144. X-da nəyə bərabərdir? 12-yə. Demək, x neçəymiş? 12. 46-cı sual nədir? Perimetri 36 cm olan üçbucağın tərəflərinin uzunluqları nisbəti 3, 4, 5 kimidir. Onun böyük tərəfini tapın. Tərəflərimiz neçədir? 3K, 4K və 5K-dır. Perimetrdə bunlar cəm olmayacaq mı? Perimetr neçə olacaq? 12 dənə K-ya və perimetrdə bizə hazır neçə verib? 36. K neçə çıxır bizdə? 3. K 3-dürsə, onda üçbucağın tərəfləri neçədir? 9, 12 və 15. Bizdə nəyi soruşur? Onun böyük tərəfini tapın. Böyük tərəfdə elə olacaq neçə? 15. 47. AFKD YB parçası FYK bucağının tən bölənidir. Demək, YP FYK-nın tən bölənidir. Bucağının tən bölənidir. Tən bölən sonunda nə düşür? Alfa, alfa. YF 20. YF-i verib 20. Aha, YK-nı verib 12. YP-dən çıxıb PK-nı 4-ə bərabərdir. Uşaqlar, burada bir hər hansı x deyək, burada bir y deyək. Bizdən YP, daha doğrusu hədə FP-dən çıxıb PK-nı, yəni x-dan çıxıb y bərabər eləyir 4-ə. Yəni x-i də biz y ilə ifadə eləsək nə olacaq? 4 plus y-ə. Onda x-in yerinə nə yazaram mən burada? 4 plus y. Yəni bir dəyişəndən asılı vəziyyətə gətirməliyik də bunu biz. 4 plus y-ə. So, tənbələnin xassəsi nə idi bizdə? Uyğun tərəflər nisbəti. Yəni 20-nin 12-yə nisbəti bərabər olmalıdır nəyə? 4 plus y-in də nəyə nisbəti? Y-ə. İxtisarlarımızı aparsaq, 4 ilə aparsam məxrəzdə qalır 3, sürətdə qalır 5. Çarpaz vursam 3 4-ün 12 plus 3 dənə y bərabərdir nəyə? 5 dənə y-ə. 3 y keçir sağ tərəfə. 5 y-dən çıxıram 3 y qalır 2 dənə y. Y-də tapıram neçə? 6. Y 6-dırsa buranın uzunluğu 10, buranın uzunluğu neçə olmuş olur? 6. Məndən nəyi soruşur? FP-ni. FP haradır? FP bu məsafə deməli 10'dadır, həmin məsafə 10'a bərabərdir.
48. Ədədin standart şəklində göstərin, tərtibi neçədir? Standart şəkildə göstərsək, biz demişik ki, bizim standart şəkildə olması üçün qiymətli hissəmiz hansı aralıqda olmalıdır? 10-dan kiçik, birdən isə nə olmalıdır? Böyük bərabər. Onda necə olar? 4-dan %35 vurulsun 10 üstü. Bax, neçədə nədir o? 1, 0 buradadır da bizdə. 0 fərz edin buradadır. Neçə vahid gedir sola? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni 10 üstü 10-a bərabər olmuş olacaq. Tərtibi neçədir? Tərtibi elə bizdə 10-a bərabərdir. 49-cu sual. 49-da nə deyir bizdə? İfadəsinin qiymətini hesablayın. Sadə gətirib yerinə yazacağım. 5 vurulsun. Biz də bilirik ki, moduldan istənilən ədədi modul nədir? Müsbət x-i yerinə yazsam, modulda nə çıxacaq? Elə özü çıxmış olacaq. 25,2 minus 2 vurulsun. Y mənfidir. Bax, burada modulda yerinə yazsam, ondan da yenə nə çıxacaq? Bizdə müsbət çıxmış olacaq. 30,5. Bunu hesablayacaq. Ne edəcək? 5'i vursam 25,2'ye neçə elir? 126 minus 2'ni də 30,5'e vursam 2, 5'in 11 61. Bərabər də 61. İndi biz ne edəcəyik? 126'dan da çıxarıq 61'i. Cavabı neçə almış olarıq? Demək 5. Sondan biri çıxdım 5. 65 də. Doğru cevabımız nədir? Bərabər deyil 65'e. İfadəsinin qiymətini hesablayın. İfadəsinin qiymətini hesabladı 65. A və B ədədlərin hasili 3600'dir. Yəni AB hasili neçədir? 3600. Ortaq olmayan sadəvəqlərin hasilisi, yəni C ədədimiz nəyə bərabərdir? 36'ya. Bizdə nəyi soruşur? Əkobı. Əkobsunda belə bir düsturumuz vardı ki, AB kök altında A vur, B vur, C. AB hasilimiz var. Neçədir? 3600. Vurulsun bir də neçə? 36. Uşaqlar, 3600'ü parçalayaq, 3 vurulsun 100 kimi vurulsun, bir də 36. Mən görürəm ki, burada 36'nın kvadratı yaranacaq və ondan kök nə çıxacaq? 36'nın özü çıxmış olacaq və 100-dən kök nə çıxır? 10. Onda ədədimiz neçədir? 360 bu şəkildə. 50-ci sualda oldu neçə? 360. Keçdik nəyə? 51-ci suala. 51-ci sualda nə deyir bizə? Kəsirin düzgün kəsirə çevirən A-nın natural qiymətləri cəmini tapın. Düzgün kəsir nə idi? Surəti məxrəcindən nə olan? Kiçik olan 18. Onda 5 dənə A-nı tapsam, 4 keçsə sağa nə olacaq? 14. Hər tərəfdə 5'ə bölsəm, 2,8. Burada bizdən A-nın natural qiymətlərini soruşur. A hansı qiymətləri alır? 1'i və 2'ni. Onda bunların cəmində soruşur. Neçə edir? 3 olmuş olur. A-nın cəmini tapın, bəli 3. 51-də getdi, gəldik neçəyə? Ətraflı yazı tələb edən suallara. Müstəvi üzərində açıq bucağın təpəsindən bir yarım müstəvidir. Demək, müstəvi üzərində hər hansı gəlin bir dənə açıq bucağımıza çəkək. A, O, B tutaq. Deyir ki, təpə bucağın bir yarım müstəvidə yerləşən 5 dənə müxtəlif şüa. 5 dənə şüa çəkərəm. 2, 3, 4 və 5-ci şuanda belə çəkimdə. 5 dənə şüadır. Bu tipləri nə edir? Və bizdən deyir ki, dərəcə ölçüsü 180 dərəcədən kiçik olan neçə bucaq var? Uşaqlar, 180 dərəcədən kiçik dediyinə görə biz tapdığımız bucaqlardan biri çıxacaq. Niyə? Çünki ən sonda, yekunda bu bucağı almamalıdır. Düzdürmü? Bizdən deyir ki, 180-dən kiçik. Onda baxıram, görün burada neçə dənə şüamız var? 1 dənə, 2, 3, 4, 5, 6 və 7 dənə. Və biz üstündə belə bir düstur vardı ki, n vurulsun n-1 bölünsün 2 şüaların sayının tapılması. Amma bir dənə də 1 çıxacaq. Niyə? Sonda deyir ki, bax bu açıq bucaqdan kiçik olsun. 180 dərəcədən kiçik olsun. Həmin o bucağı almasın. Bir bucaq çıxacaq. N-i də biz neçə tapdıq? 7. Gətirib yazarıq yerinə. 7 vurulsun 6 bölünsün 2 minus 1. İxtisarlarımız getsə 3, 3, 7'nin 21 çıxdım. 1 neçə olmuş oldu? 20. 52'də cavabımız oldu 20. 53-cü suala baxırıq. Orta xətt. Orta xətt isə biz demişik ki, orta xətt nə idi? Paralel olduğu tərəfin yarısı deyilmi? B-ni yerinə gətirib yazacağım A-nı bu ifadədən. Onda nə olur? A minus B bərabər 7'dən nə olacaq? A minus B-ni yerinə yazacağım. A bölünsün 2 bərabərdir 7'yə. Hər tərəfi 2'yə vursam 2A minus A bərabər 7'yə. A-nı neçə tapmış olam? Daha doğrusu 2'yə də vururam uşaqlar. 2'yə vurmuşam. Onda neçə olur bu? 14. A-nı tapmış olam neçə? 14. A-nı tapın. A-da neçə oldu elə? 14. 54-cü sual. Bir fəhlə işi, demək bir fəhlə işi 8 saata, digərisi 6 saata görür. Demək birinci fəhlə var, bir də ikinci fəhlə var. Biri 8 saata görürsə, digəri də 6 saata görür. Düzdürmü?
Bəs yaxşı, 1 saat işin hansı hissəsini görərlər? 1 saata biri 8də biri, digəri neçə isə? Digəri isə 6da biri. Bu bizə deyir ki, onlar birlikdə 3 saat işləsələr, 3 saat işləsələr onlar birini necə görəcək? Bir dəqiqə qələm düzəldir. Biri olacaq 8də 3, digəri neçə olacaq? 6da 3. Bunların orta məxrəci neçədir? 24. Yəni 24 3-ə vursam 9 plus 4-ə vursam 4-üsündə 12. 24-də 21 alınırmı? Yəni bu görülən işdir. İşin, yəni 24-də 21-in görüb. Bəs bizdə nəyi soruşur? Görülməmiş. Görülməmişdə neçə olar? 1-dən çıxaram. 24-də 1-i, 24-də 21-i, onda nə qalır? 24-də 3 qalmış olacaq. Görülməmişimiz neçə olur? 24-də 23. Gəldik sonuncu suala. Şəkildə verilmiş çəlləklərdəki neft qarışdırılmadan bərabər miqdarda olmaqla ayrı-ayrı qablara doldurulacaqdır. Buna görə bu qabın həcmi ən çox neçə litr ola bilər? Ən çox neçə litr olursa uşaqlar, bax bu qabda da müəyyən neft var, bu qabda da var və bunlar bir-birinə qarışdırılmadan tökülür ayrı-ayrı qablara və həmin o tökülən qablarda ki, hamısının çəkisi bir-birinə bərabər olmalıdır, litri bir-birinə bərabər olmalıdır. Və ən çox neçə litr tökür deyirsə, biz bunlar üçün nə tapacaq? Əbob tapmış oluruq. 27 ilə 45-in əbobu neçədir bizdə? 9. Yəni həmin o tökəcəyimiz qablar ki var, hər birinə biz nə qədər tökə bilərik? Maksimum 9 litr tökərik ki, bərabər olması üçün. Doğru cavabımız da nə olmuş olacaq? 9. Bu da bizim nə oldu? Axırıncı sualımız. Çox sağ olun.